Deməli, hamıya salam. Mən biraz öyrəşməmişəm. Çalışacağım həftədə bir dəfə sizə vlog çəkim. Çox xahiş eləyirdiniz. Çox insanlar istəyirdi vlog. Deyirdilər ki, hərdən mukbangdan biraz əl çək. Qərar verdim ki, buradan Temudan bəlkə raspakovkalar edəcəm, günlük həyatımı göstərəcəm və s. və ilaxır. İndi mukbanga çalışıram, başlayım necəsə. Birinci indi aşağı düşməliyəm. Nəsə bir neçə produkt götürməliyəm. Onları götürəndən sonra başlayacaq mukbanga hazırlaşmağa bir yerdə. Saçlarım belə bitdə çıxırıq. Eynəyimi dəyişdim. Deməli bu geyindiyim indi sadəcə çölə çıxmışam. Mango. Adi New Yorker, bu Trendyol, saat Apple, heç bir şey. İndi də Stradivarius'un bir krasovkasını geyinə çıxaq. Ən sevdiyim krasovkalarımdan biridir. New Balance. Anam xaricdən gətirib, bütün günündədir. Bunlar da, amma rəngi gedmir, sevirəm. Bunlar axırıncı aldıqlarımdır. Bu. Yox, bunlar uca yox. Bu Stradivarius'dur. Sevirəm onları. Retro. Onları indi geyinməyəcəm. Bu isə ən çox geyindiklərim yəqin ki, axır vaxtı bu Pull&Bear. Bunları indi geyinəcəyik. Bu da marjindir. Marjinləri da sevirəm. Bu klassik, özünüz bilirsiniz. Bu mənim Adidaslarımdır. Onlarla sportla məşğul oluram. Orada da aşağıda sonra göstərərəm mən sizə. İndi tələsirəm. Nənə, ya вышла. Getdik. Oy. Korkurdum ki kimse olacak. Bu ne yapıyorsun? Yok, ya qələm alaq. Gəlin momentdən istifadə edeyim. Əgər bəyəndinizsə vlogu like eləyin və takib atın. Mukbangın düzülüşünü biraz da olsa göstərdim sizə. İndi mukbanga baxa-baxa istəyirəm ki, sizə bir şey deyim. Əslində mənim həyatım o qədər də maraqlı deyil. Məsəl üçün gündə shoppingə, gündə hansısa bir marketlərə, maşınla harasa sürüm, harasa gedim, başıma düşsün rayon və yaxud da o. Yəni həyatımda belə bir şeylər baş vermir deyə mən vloqlara çox tərəddüd eləyirdim və indi ilk vlogumdur, belə deyək, və həyatımın qısa bir hissəsi olsa da belə sizə göstərəm. İnanıram ki, həqiqətən çox narahatam ki, bəyənəcəksiniz və hansı tempdə yaşadığımı ən azından burada görəcəksiniz. Çox da belə, nə bilim, idmandan gedirəm, idmandan nə bilim, ora gedirəm, bura gedirəm. Yəni belə bir şey yoxdur həqiqətən. Və burada YouTube üçün artıq videonu montaj eləməyə oturmuşam. İnanırsınız, gün hələ təzə başlayıb, mən artıq yorulmuşam və maraqlı olan belə bir şeydir ki, siz belə vloqları bəyənirsiniz və hansı formatda ən çox, evdə, yoxsa mən harasa çıxım, nəsə yeyim və yaxud da nə? YouTube'a video artıq yüklənir. Gəlin buradakı bardakı yığışdıraq. Yəni heç də bəyənmirəm, belə vitdədir hər şey.
Mən indi oturmuşam, bir-bir oturub rəylərə baxıram yeni videoma və mənə deyiblər ki, niyə asektor? Niyə asektor? Sizdə ailədə hamı demək olar rus dilində danışır. Nənə rus dilində, mama rus dilində, hamı rus dilində. Papada olanda papada rus dilində danışırdı. Səbəb ancaq odur ki, biz Azərbaycanda yaşayırıq. Mənim ana dilim Azərbaycandır. Mən milliyyətcə tamiz Azərbaycanlıyam. Baxmayaraq ki, mənim nənəm rusdur, mama deməli metisdir. Yenə də mən Azərbaycanlıyam. Ona görə üstəlik də mən görürəm ki, Azərbaycan sektorunu bitirməyən rus sektorlar necə əziyyət çəkir iş tapmaqda və yaxud da universitetdə imtahanı keçməkdə necə çətinlik çəkirlər. Çünki onlar Azərbaycan qrammatikasını bilmirlər, qavraya bilmirlər. Bizdə nə qədər qohumlar var, hansılar ki, hər şeyi keçir, ağıllıdırlar, başlıdırlar, amma ilişib qalırlar Azərbaycan imena qrammatikasında, dilində. Çünki onlar evdə rus dilində danışırlar, Azərbaycan dilində ruslar demişkən nya, ni b, ni kukare. Heç nə bilmirlər. Ona görə mənim ailəm elə qərar verdi ki, mən həm rus dilini bilirəm, həm Azərbaycan dilini bilirəm. Yəni problem nədədir? Yəni imенно məktəbi nəyə görə Azərbaycanda olar, mən rus məktəbini qurtarmalıyam. Səbəb nədir anlamıram. Özü nənəm də hətta o rus ola deyir ki, lap gözəl ki, sən qurtarmısan Azərbaycan sektoru, çünki sənə daha rahat olacaq. Bu qədər. Yoğurt istemiştim mamadan. Mama mənə yoğurt aldı. Syomka üçün, mukbang üçün. Burada pomidorlar. Mini. Sevdiğim sok budur, Natura dişine. En sevdiğim. Qara çörək mayasız yeyirik bunlardan və xiyar. Yəni belə.